oldu? Bax, evləndilər. Elə mi? Evləndilər. Ay, potensial fabrik aldı da. Hay qardaş, Furkan Niyanı aldı ha. Ay, Furkan fabrik aldı, fabrik. Kemaləddinin Düsseldorfda olan fabriklərindən böyük fabrik aldı. Ay, dəmiri sürtürsən, yiyilir, o mıx girib çıxdıqca, yüzü də qayırsa bir gecədə Niyanı. Ay, yiyilməyəcək. Ay, bir fabrik aldı, zavod aldı da nə? Nədir, peysəriyi qəbul elədi də, zaten niyə bir neçə adamla cinsi əlaqədə olub, hamısı mən bir tanıyıram. Kənan MM onu klientə daşımaqdan yorulmamışdım. Gecə sabaha kimi. Hamısı da generallar, vəzifəllər. İndi bax, Niyanı oradan bir dənə general istəyəcək, TikTok'da olacaqlar axı daim ikisi də. Belə bir dənə general çağıracaq, bir dənə nazir belə çağıracaq. Əmi çağırıb, dayı çağırıb, bibinin toyu, xalanın sünnəti deyib qaçacaq Bakıya. Generaldan yatacaq, sabah 100 minlərə aparıb gedəcək Türkiyəyə. Furkan Niyanı almayıb ki, Furkan zavod alıb, fabrik alıb, fabrik. Furkan oldu zavod müdürü. Oldu, nə bilim, nətər deyim, elə bil ki, Tesla'nın sahibi oldu. Tesla olmasa da bir balaca deyək də. Necə deyim, Mercedes'in olmasa da elə bilin ki, dəyərlən vətənlərin Kia'nın sahibi oldu. Vəssalam. Kia'nı istehsal eləyən zavod bir Kia'dan heç 150 dollar götürmür. Niyə bir gecədə bir dəfə irəli dala qabaq eləməkdən 150 min götürəcək? Nə istəyirsiniz da? Hər şeyi danışdırırsınız ayəmə. Biri var o boyda qoyunlar, danaları, evləri, maşınları yoxdur. TikTok'a çıxmasınlar da. Üstəlik Bakıda da onu qayıran adamlar yoxdur. TikTok'a halal qazansınlar, yesinlər, başqa işlə məşğul olsunlar da. Və niyə TikTok'da nə çəkmirlər? Deməli, bunların hələ belə davam elətdirmək var bu fabrik zavod söhbətini.